Bismillahirrahmanirrahim. Adını İslam tarixinə qızıl hərflərlə yazdıran şəxsiyyətlərdən biri də xanım Xədicə salamullahi əleyhadır. O, İslam Peyğəmbərinin həyat yoldaşı, xanım Fatimə salamullahi əleyhanın anası və İslamı ilk qəbul edən qadın olmuşdur. Fəsadın zirvəyə yetişdiyi cahiliyyət dövründə belə xanım Xədicə salamullahi əleyha Tahirə ləqəbi ilə məşhur olmuşdur. İslam dini zahir olduqdan sonra xanım ömrünü, malını bu din uğrunda fəda vermişdir. Əziz İslam Peyğəmbəri salavatullah Peyğəmbərliyə seçildikdən sonra xanım Xədicə salamullahi əleyha İslam dininin təbliği üçün bütün mal dövlətini o həzrətin ixtiyarında qoymuşdur. Müsəlmanların müşriklər tərəfindən Əbu Talib dərəsində iqtisadi blokada şəraitində saxlanıldığı ildə xanım dünyasını dəyişmişdir. Hz. Peyğəmbər xanımı öz əbasına bükərək dəfn etmiş və həmin ili hüzn ili olaraq adlandırmışdır.